Deməli 5 aprel 2026-cı ildə keçirilən buraxılış imtahanının Azərbaycan suallarının izahı 27-ci sual. 27-ci sualda nə deyir? Biri yalnız baş üzvlərdən ibarətdir. Biri yalnız baş üzvlərdən ibarətdir. Kinodan sonra evə qayıtdıq. Qayıtdıq. Haraya? Evə. Nə zaman? Kinodan sonra. Burada baş üzvlər yox. Bir dənə baş üzv var, qalan ikinci dərəcə üzvdür. A variantı olmur, A variantı səhvdir. Bu il məhsulumuz bol oldu. Bol oldu nə? Məhsulumuz nə zaman bu il? Burada da ikinci dərəcə üzvümüz var. Bizə deyək ki, yalnızca baş üzv olsun. Əqrəb qorxulu həşəratdır. Nədir həşəratdır? Nə əqrəb, necə həşəratı qorxulu? Burada da ikinci dərəcə üzvümüz var. Buna görə C-ni də çıxdıq. Nəriman şəhərdə yaşayırdı. Nəriman özü imtahanda iştirak eləməyib, amma adı imtahanda çəkilibdir. Yaşayırdı. Harada? Şəhərdə. Kim? Nəriman. Burada da ikinci dərəcəli üzvümüz var. Cahid bunu C götürübdür. Ecib olsun Cahid. Sizin qonşunuz həkimdir. Həkimdir. Kim? Sizin qonşunuz. Cavabımız burada E variantı 27-də. Əslində asan sual deyilsin, təhlil idi. Sonra 28-ci sual. Fərid sinifdə hamıdan kiçikdir. Cümləsində xəbər hansı nitq hissəsi ilə ifadə olmuşdur? Bu da normal suallardan biridir. Kiçikdir. Kim? Fərid. Deməli, bizdən xəbər istəyir. Xəbər hansı nitq hissəsini ifadə edir? Kiçik sifətlə. Cavabımız E variantı. Bunu düz yazıbdır. Sonra 29-cu sual. Hansı söz feilin əmr şəklindədir? Demək olar ki, bunu dəfələrlə qeyd etmişdik. Bu şəkillər mövzusuna dəfələrlə toxunmuşduq. Bu imtahandan əvvəlki bir neçə sınaqda da bunlara dəfələr toxunduq. Deməli, hansı söz feilin əmr şəklində? Oxuyun. Oxu sözün kökü şəxs sonluğu. Öyrənə, kaş öyrənə, öyrən, öyrən arzu şəkildir. Gələsidir. Gəl, A səsi, feilin lazım şəkli. Danışar, danış, sözün kökü ar. Qeyd-qəti gəldiyi zaman deməli bu xəbər şəklindədir. İşləyəcək, iş, işləmək, acaq-acaq da gəldiyi-qəti gəldiyi zaman şəkilçisidir. Bu da olmadı. Cavabımız oldu A variantı. Cahid bunu düz yazdı. Şükürlər olsun. Sonra la-nın işləmə məqamlarının düzgün uyğunluğunu müəyyən edin. Deməli, buna da dəfələrlə toxunmuşuq bu la məsələsinə. La deməli qoşma kimi, bağlayıcı kimi, bir də zərf düzəldən şəkilçisi kimi. Səhvi dayı qonaqlıqda Hüseynlə tanış olur. Kim ilə? Əgər kim ilə sualına cavab verirsə, deməli o nədir? Qoşmadır. Bəli, Cahidin testidir. Deməli, A getdi 1-ə. Rizvanla Qədir Kürün sahilinə doğru qaçmağa başladılar. Xəbər də cəmdədirsə, burada la varsa, deməli bu bağlayıcıdır. B getdi 2-yə. Elə şərq ölkələri var ki, oraya günəşlə bərabər ensən, günəşlə. Nə ilə? Günəşlə. Qoşma. Deməli, B də getdi 1-ə. Ertəsi gün həvəslə bizi həmin tədbirə çağırdılar. Həvəslə necə nətəzdir? Həvəslə zərf düzəldən leksik D getdi. 3-ün yanına, yəni zərf düzəldən şəkilçisidir deyə. Həmin illərdə Nəcəf bəyin komediyaları böyük müvəffəqiyyətlə tamaşaya qoyuldu. Tamaşaya necə nətəzdir? Müvəffəqiyyətlə. Burada da zərf düzəldən leksikdir. E də getdi 3-ə. Deməli, 1-ə A, B, burada yenə B-ni 2 dəfə yazdım. Niyə? Hə, deməli 1-ə A, 2-yə B, C, günəşlə. C əslində bura olmalı. C əvəzinə B yazmışam. Deməli 1-ə A, C, 2-yə B, çünki burada lərin dedik ki, bu nədir? Qoşmadır. 2-yə B, 3-ə D-yə. Deməli 1-ə A, C, 2-yə B, 3-ə D-yə. Elə cavabımız olur burada. C variantı bunda düz yazıqdır Cahid. Sonra 31-ci sual. Hansı nümunədə ilk söz yalnız xitab kimi düşünülə bilər? Deməli, yoldaşlar, burada bir neçə dənə variantımız var ki, hər birini həm xitab kimi, həm də mübtəda kimi düşünə bilərik. Misal üçün, Akif və Əli Toğrul danışsınlar. Akif, Əli və Toğrul danışsınlar. Bu formada deyə bilərik. Akifə xitab kimi də deyə bilərik. Bir də Akif və Əli Toğrul danışsınlar. Bu formada deyə bilərik.
yəni həmçinin mübtədalar kimi deyil, yalnız xitab kimi düşünün. Burada yalnız xitab kimi düşünə bilmirik. Burada hər ikisini həm xitab kimi də düşünə bilərik, həm həmçinin mübtədalar kimi düşünə bilərik. Aysu Nuray Zəhra ilə məsləhətləşsin. Aysu Nuray və Zəhra ilə məsləhətləşsin. Ayşə xitab kimi də deyə bilərik, yaxud da Aysu Nuray Zəhra ilə məsləhətləşsin. Həmçinin mübtədalar kimi də deyə bilərik. Yəni burada hər ikisi oldu. Lalə, Əhməd də, Uğur da hesabat hazırlasınlar. Lalə bunu ancaq xitab kimi düşünür. Niyə xitab kimi düşünür? Ona görə ki, burada dələr ancaq ikinci və üçüncü cümlə üzvlərində, daha doğrusu cümlə üzvləri üçün birinci və ikinci cümlə üzvündə verilibdir. Əgər bu lalə də olsaydı, bəli, onda ancaq həmcins mübtədalar kimi düşünmək olardı. Bax bunları, Laləni, Əhmədi, Uğuru. Amma Lalədə verməyibdir, burada dəni verməyibdir. Ancaq Əhməd və Uğurda veribdir. Bu zaman bunu Lalənin xitab kimi düşünürük. Əhməd və Uğuru isə mübtəda, həmcins mübtəda kimi düşünürük. Və əksinə də ola bilərdi. Ancaq danı Uğurda versəydi, onda həmcins mübtədalar kimi düşünə bilərdik. Laləni, Əhmədi, Uğuru həmcins mübtədalar kimi düşünə bilərdik. Və belə də düşünə bilərdik ki, həmcins Laləni xitab kimi düşünə bilərik. Hər iki formada düşünə bilərik. Amma hazırki vəziyyətdə biz bunu ancaq nə kimi düşünürük? Laləni ancaq nə kimi düşünürük? Xitab kimi düşünə bilərik. Ona görə cavabımız C variantıdır burada. Sabir, Oruc, Turac, Anarla danışılsın. Sabir, Oruc, Orxan, Turac, Anarla danışılsın. Belə xitab kimi də deyə bilərik. Həmçinin mübtədalar kimi də deyə bilər. Yəni bunun hər iki formada düşünmək olur. Eyni zamanda E variantda onun kimi. Sahib, Elşan, Tuqay tədbirə dəvət etdilər. Sahib, Elşan, Tuqay tədbirə dəvət etdilər. Bu formada da düşünə bilər, həmçinin mübtədalar kimi də düşünə bilərik. Cavabımız oldu, deməli burada C variantı. Bu da normal sual idi. Nisbətən digərlərinə nisbətən çətinlik dərəcəsi nisbətən çox idi. Hansı cümlədə səhv yazılmış söz var? Universitet tələbələri uğur qazandılar. Burada səhv yazılmış söz yoxdur. Küdurət olmalıdır. Küdurət ü ilə olmalıdır burada. Səhv yazılmış söz B variantındadır. Cahid bunda səhv yazıbdır. Əfv etmək, bu düzdür, unutmaq yaxşı insanların intiqamıdır. Deməli, burada səhv yazılmış söz yoxdur. Vətənimizin sərvətləri boldur. Burada da səhv yazılmış söz yoxdur. Kompüter ehtiyatla istifadə et. Burada səhv yazılmış söz yoxdur. Cavabımız oldu burada B variantı. Sonra 33. Elə adamlarla otur ki, hamı onlardan razılıq etsin. Cümləsinin təhlili ilə bağlı səhv fikri müəyyən edin. Təhlil ilə bağlı. Nə təhlil istəyir? Sintak təhlil istəyir, yoxsa morfoloji təhlil istəyir? Tərkibindəki cümlələr ümumi şəxslidir. Aha. Ümumi şəxsli deyil. Niyə mən burada mübtəda görürəm? Çünki razılıq etsin kim? Hamı. Oturdur kim? Sən. Burada deməli ən azından hər iki cümlə müəyyən şəxsidir. Birincinin ki mübtədası buraxılıbdır, ikinci cümlənin mübtədası yerindədir. Deməli tərkib cümlələr ümumi şəxsdir, bu yanlışdır. Elə səhv fikir istəyir bizdən, səhv fikir deyil, elə A variantı səhv fikrimizdir cavabımız. Əvəzliklə ifadə mübtədə işlənmişdir, bu doğru fikirdir. Bəli, hamı burada əvəzlikdir, bu doğru fikirdir. İşarə vəzi təyini ifadə vasitəsi, bəli, elə adamlar, necə adamlar, elə adamlar. Bu da doğru fikirdir. Xəbərlər mürəkkəb feillə ifadə olunmuşdur. Oturdur mürəkkəb feildir, razılıq etsin mürəkkəb feildir. Doğrudur bu fikirdə. Hər iki tərkib hissədə tamamlıq işlənmişdir. Deməli, razılıq etsin kimlərdən? Onlardan. Oturdur kiminlə? Adamlarla. Bəli, hər ikisinin tamamlıq işlənibdir. Cavabımız nə oldu burada? A variantı. Bu da normal sual idi. Etmək olardı, yəni bunu da düz yazmaq olardı bu sualı da. Sonra 34-cü sual, bu da maraqlı suallardan biridir. 34-cü sual. Nümunənin təhlilinə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Deməli, alnındakı qırışlar adicə qırış deyil, öz xalqının keçdiyi istirab yollarıdır. Doğrudur, hər iki misrada ismi birləşmə işlənmişdir. İsmi birləşmə işlənmişdir hər iki misrada, baxaq. Alnındakı qırışlar isim birləşmədir, birinci növ təyin söz birləşməsidir. Öz xalqının keçdiyi bu da feili birləşmədir. Amma istirab yollardır, istirabın yolları ikinci növ təyin söz birləşmədir. Deməli, hər iki misrada isim birləşməmiz var. Bu doğrudur. Doğru.
İkinci misaldakı isimlərdən ikisi həm hal, həm mənsub şərtsi qəbul edibdir. İkinci misaldakı isimlərimiz hansılardır? Xalqınındır, istirabdır, bir də yollarıdır. Bir dənə xalqınındır, həm hal, həm mənsub şərtsi qəbul edən ismimiz. Xalq, xalqın. Budur bir dənə həm hal, həm mənsub. İstirabda hal-hazırda şərtsi qəbul etməyibdir, amma qeyri-müəyyənli haldadır. Yollarıdır, bir dənə mənsubiyyət var, istirab yolu, istirabın yollarıdır. Burada da bir dənə mənsubiyyətimiz var, halımız yoxdur. Yəni bu yanlışdır, yanlışdır bu. Sonra birinci bax, indi bu imtahan verənlər heç, bu əla verdilər, Allah xeyir versin. Yaxşı yazanlar da oldu, gözəl yazanlar da oldu, yüksək nəticə göstərənlər də oldu, aşağı yazanlar da oldu. Növbəti imtahanlarda sizə kömək məqsədini deyirəm ki, yəni indi növbəti həftələrdə də imtahan verən şagirdlər olacaq, abituriyentlər olacaq. Onlara məsləhət verirəm ki, bu tip testləri eləyəndə qarşısına doğru, yanlışı yazandan sonra siz cədvələ uyğun doğru və yanlışlarınızı seçin. Hazırki formada belə yazıram. Sonra birinci misaldakı isimlər eyni haldadır. Birinci misalda isimlər hansılardır? Qırışlardır burada isimimiz. Birinci misalda isimimiz qırışlardır, bir də qırışdır. Deməli, andakı qırışlar ayrıca qırış deyil. Bəli, hər ikisi adlı haldadır. Doğru fikirdir bu. Andakı qırışlar, qırışlar, qırış deyil. Bəli, adlı haldadır, hər ikisi deyil, hər ikisi isimlər eyni haldadır. Doğru fikirdir. Sonra digər xanada baxaq. İkinci misrada ismin xəbər söz birləşməsi ifadə olunubdur. Söz birləşməsindən istirab yollardır, yəni istirabın yollardır. Bu doğru fikirdir. Doğrudur bu. İkinci misal deyək, ismi xəbər söz birləşməsi. Bəli, öz xalqının keçdiyi nədir? İstirab yollarıdır. Nə? Hansı? Öz xalqının keçdiyi. Deməli, istirab yolları burada isim birləşmə ifadə olunur. Birinci misrada həm baş, həm də ikinci dərəcə üzvü izah edən təyinlər işlənmişdir. Birinci misrada. Deməli, həm baş, həm də ikinci dərəcə üzvü. Deməli, alındakı qırışlar hansı qırışlar? Burada təyinimiz var, alındakıdır. Adicə qırışdır, necə qırışdır? Adicə qırışdır. Xeyr, hər biri, bax, adicə sözü qırış deyil, xəbərini təyin elifdir. Alındakı da qırışlar mübtədasını təyin elifdir. Yəni, ikinci dərəcə üzv yoxdur burada. Bu yanlış fikir oldu. Yanlış. Sonra nümunədəki sifətlər azaltma dərəcəsindədir. Nümunədə alındakı azaltma deyil, adi dərəcədir. Adicə, yəni sifətlər deyirsə, bir dənəsi alındakı öz xalqını keçdiyi istəyir. İki dənə sifətimiz var. Biri adi dərəcədədir. Yəni burada artıq bu yanlış fikir olur. Azaltma dərəcəsində deyil. Sifətlər azaltma dərəcəsində adi dərəcədədir. Bu da yanlış fikir oldu. Deməli, cavablarımız nə olur? Uyğun fikirlər isə doğrudan doğrular götürürük. 1 doğrudur, 3 doğrudur. Yanlışdan yanlışlar götürürük. 5 yanlışdır. Deməli, bir də 6 yanlışdır. Deməli, 1, 3, 5, 6 cavabımız oldu. B variantı burada. Sonra keçdik 35-ci sual. Bu da çox bəsit suallardan biri idi. Sualın işarəsinin yerinə hansı şərtsiz yazılsa düzəltmə söz alınar. Düzəltmə söz alınar, hansı şərtsiz yazılsa. Yerinə hansı? Aha. Gülsə, bu artıq gülsələr, sahəsər şərtsiz olur. Gülmüşlər, bu zaman şərtsiz, gülürlər, zaman şərtsiz qrammatikdir. Gülçülər, bu leksikdir. Güldü, bu da nədir? Qrammatikli güldülər. Qrammatik bir dənə cavabımız olur. Burada D variantı. Bundan əvvəlki sual deməli Cahid nə yazmışdı? C yazmışdı, səhv yazmışdı. Bunu düz yazıbdı. Hansı cümlədə o yalnız şəxs əvəzi kimi düşünülə bilər? O yalnız şəxs əvəzi kimi düşünə bilər. O maşına doğru getdi. Bunu həm şəxs kimi, həm də işarə kimi düşünə bilərik. Ona görə bu bizə lazım olan cavab deyil. O içəri girib baş əydi. Kim o? Deməli, o yalnız şəxs əvəzi kimi düşünülə bilər. Bəli, bunu ancaq şəxs əvəzi kimi düşünürük. İşarə əvəzi kimi düşünə bilmirik. O meşəyə gedən yoxdur. Hansı meşə? O meşəyə. Bunu da ancaq işarə əvəzi kimi düşünə bilərik. Sonra o məktəbin həyətini addım-addım dolaşdı.
Bunu həm şəxs, bir var məsələn Əli məktəbin həyatına addım-addım dolaşdı. Bir də var məktəbi göstərirəm deyirəm ki, o məktəbin həyatına addım-addım dolaşdı. Deməli, bu da olmadı. Bunun hər ikisini hər iki formada düşünmək oldu. Həm şəxs, həm də işarə kimi. O evin yiyəsi Nazim Səfərlidir. Bunu da həm şəxs kimi o evin yiyəsi Nazim Səfərlidir. Məsəl üçün şəxsi göstərərək deyirəm ki, o evin yiyəsi Nazim Səfərlidir. Bir də var o evin yiyəsi. Hansı evin yiyəsi? O evin yiyəsi. Bunu hər iki formada düşünmək oldu. Deməli cavabımız oldu burada nə? B variantı. O içəri girib baş əydi. Kim o? Bunu ancaq şəxs əvəzi kimi düşünə bilirik. Cavabımız oldu B variantı 36-da. Sonra keçdik mətnlərə. Mətni yəqin ki oxumusunuz. Oxumamısınızsa mətnlə tanış olun. Sonra mətn izahına baxın. Deməli 37-ci sual. Mətndə üzərində rəqəm yazılmış hansı söz verilmiş cümlədə kontekstdəki mənasını işlənmişdir. Deməli, üzərində rəqəm yazılmış söz. Cahidin bir xüsusiyyət xoşuma gəldi ki, hər birini işarələnmişdi. Hər birini işarələnmişdi üstündə. Yəni üstünə rəqəm yazılan sözlərin hər birini işarələnmişdi. Məsəl üçün birinci sözü burada işarəliyibdir. Sonra ikinci sözü burada 3. Hamısını işarəliyibdir. Yəni buna lazım olan, yəni necə tapşırıqlar necə vermişdim ki, mətn işləmə texnikalarını necə öyrətmişdim. Onları riayət edibdi birə-bir. Birə-bir o baxımdan əla. Təbrik edirəm o baxımdan ki, o tapşırıqlara riayət edibdi. İndi görək mətnlərdə nə yazıbdı. Deməli birinci sözümüz nədir? Burada deyir ki, birinci sözdə nə deyir? O başına bağladığı yun örtüyün uclarını çənəsinin altında düyünlədi. Deməli, bağladığı, mətn əvvəla deyim, çox gözəl mətn idi, çox əla, çox oxuduqca həm insanı kövrəltdi, həm təsirləndirdi, həm duyğulandırdı. Yəni, bir mətndə insana bəxş edəcək bütün duyğuları bəxş etdi. Buna görə demə ayrıca təşəkkürlər. Deməli, bağlamışdı deyir, eləmi orada? Müdir gündəlik problemlərin müzakirəsindən sonra iclası bağladı. Deyim, mətndə üzərində rəqəm yazmış hansı söz verilmiş cümlədə kontekstdəki mənası işlənmişdir. Orada həqqi mənadaydı. Burada artıq məcazi mənadadır. Burada kontekstdəki mənada işlədilməyibdir. Sonra ikincidə nə deyir? Çəkmələrim su buraxsa da, görək 2-də nədir? Nəşriyyat hər il olduğu kimi bu ildə çoxlu kitab buraxdı. Kitab nəşr etdi mənasındadır. Bu həmin mənaya gəlmir. Sonra 3-də nədir? Uzatdı. Güllü xalaya uzatdı və dedi. Pencə Güllü xalaya uzatdı. Xahişləri nəzərə alaraq qəbul saatlarını uzatdılar. Burada vaxtını uzatmaq mənasındadır. Burada eyni mənada deyil. 4-də çıxart pencəyimi deyə qışqırdım. Külək yeni əkilmiş ağaca kökündən çıxartdı. Bu da qoparmaq mənasındadır. Çıxartmaq eyni mənada deyil. 5-də Güllü xala da tutulmuşdu. Tutulmaq, yəni ona elə söz deyir ki, tutulur, danışa bilmir. Bu mənadadır. Kamal hər kəsin önündə danlandığı üçün bərk tutuldu. Bəli, eyni mənadadır. Danışa bilmədi, tutulmaq mənasında. B cavab. B variantı Cahid bunda düz yazıbdır. Sonra 38-ci sual. Mətndə nöqtənin yerinə hansı ifadə yazılsa məzmuna xələl gəlməz. Nöqtələrimiz burada. Pencək əlimdən düşdü. Anam peşman olmuş kimi məni bağrına basıb ağladı, qucaqlayıb ağladı. Bu formada ola bilərdi. Başından elədi, yox. Gözündən qoydu, yox. Ürəyindən keçirdi, yox. Təngə gətirdi, yox. Elə bağrına bastı, qucaqladı. Bu ifadələr ola bilərdi. Burada da bağrına basıb yazdı. Cavabımız D variantı 38. Bunu da düz yazdı. Təbrik edirəm Cahidi. Sonra mətndən əvvəlində hansı rəqəmlər qoyulmuş cümlələr çıxarılsa, məzmun ardıcıllığı pozulmaz. Məzmun ardıcıllığı deyib pozulmaz. Əvvəlində rəqəm yazılmış cümlələr. Deməli, 1-dən başlayaq. Əvvəlində. Deyək, heç olmasa mənim əynimdə qalan pencək var idi. Çəkmələrin su buraxsa da əziminki kimi köhnə deyildi. Deməli, burada mən qarı yarardım, o isə ayaqlarını mənim izimə qoyardı. Çəkmələrim su buraxsa da
Əzinci kim köhnə deyil. Deməli burada biri çıxartsaq, biri əvvəlcə oxudum, sonra biri çıxardaraq oxudum, özündən əvvəlki və sonrakı cümlələri və fərq yaratmadı. Yəni deməli bu biri çıxartsaq olar. Heç nə, mətnin deyə əvvəlində hansı rəqəmlər qoyulmuş cümlələri çıxarılsa, məzmun ardıcıllıq pozulmaz. Burada pozulmadı. Sonra ikinci cümləmiz hansıdır? Axşama yaxın idi. Əzizlə anası içəri girdilər. Anamın bir gözü. Deməli bax bunu çıxartsaq, biz deyə axşama yaxın anamın bir gözü Əzizin cırıq pencəyində. Birdən-birə Əziz hardan peyda oldu? Əvvəlcə Əziz anası ilə bərabər içəri girsin ki, sonra anam Əzizin cırıq pencəyinə baxsın da. Yəni bu olmaz. Bunu çıxarda bilmərik. Sonra uzatdı və dedi: "Ver Əziz geyinsin. Həmzənki hələ karına gəlir. Dünya gözlərimdə qaraldı." Baxın, 3-ü çıxartdıq deyək ki. Bax, bunu 3-ü çıxartdıq. 3 yoxdur burada. Zənn edin ki, 3 yoxdur. Görün məzmunda uyğunluq yaranır, yoxsa uyğunsuzluq. Birdən nə fikirləşdisə, ayağa qalxıb mənə düzəltdiyi pencəyi Güllü xalaya uzatdı və dedi: "Dünya gözlərimdə qaraldı." Bunu çıxartmışsa dünya gözlərimdə qaraldı. Nə baş verdi ki, dünya gözlərimdə qaraldı? Nə oldu da? Yəni deməli bunu çıxarsaq məzmun ardıcıllıq pozula. Bizə deyir ki, pozulmasın məzmun ardıcıllığı. Sonra 4-də pencəyimi apardılar, otaqda dayana bilmirdim. Anamın gözlərindən yayınıb bayıra çıxdım, ayaqyalın, baş açıq Əzizgilə qaçdım. Deməli 4-ü çıxardaq. Pencəyimi apardılar, otaqda dayana bilmədim. Ayaqyalın, baş açıq Əzizgilə qaçdım. Bəli, 4-ü çıxartdıq, heç bir məzmun uyğunsuzluğu yaranmadı. Olduğu kimi qaldı. Deməli 4-ü də götürürük burada. Sonra 1, 4, 5'e baxaq. 5 hanım? 5-ci cümlə. Aha. Anam peşman olmuş kimi məni bağrına basıb ağladı. O vaxtdan çox əhvalatlar olub, əksəriyyətini unutmuşam. Əgər biz bunu çıxartsaq, anam peşman olmuş kimi məni bağrına basıb ağladı. Bu cümlədən sonra belə bir abzas gəlir, təsəvvür edin. Lakin həmin hadisəni köhnə pencək üçün axıdılan göz yaşına unuda bilməmişəm. Burada bir uyğunsuzluq yaranır. Yəni yeni abzas niyə belə bir cümlə ilə başlasın ki? Başa düşdünüz? Ona görə bu olmaz. Bunu biz buraxa bilmərik. Cavabımız olur nə? 1, 4. Bunu da Cahid təbrik edirəm, düz yazıbdır. 39-cu C variantı. Sonra 40-cı suala baxaq. 40-cı sual hanı? Mətnin tərkib hissələri ilə bağlı yanlış fikri müəyyən edin. Tərkib hissələri. Mətnin hər üç tərkib hissəsində fikirlərin ardıcıllığı gözlənilmişdir. Bəli, fikirlərin ardıcıllığı gözlənilmişdir. Bu doğru fikirdir, tamamilə doğrudur bu. Yəni heç bir ardıcıllıq pozulmayıbdır. Giriş hissəyə əsasən uşaqların ataları haqqında ilkin məlumat əldə etmək olar. Bəli. Giriş hissədə deyir ki, hər iki uşağın atası müharibədədir. Deyir, atam müharibəyə getdi. Bu Əzizin atasıdır. Anamla ikimiz qaldıq. O zaman mən 3-cü sinifdə oxuyurdum. Qonşuluğumuza anası ilə birlikdə Əziz adlı oğlan köçmüşdü. Yox, deyəsən adlarını səhv dedim. Amma yenə də hər ikisinin ataları müharibədədir. Onun da atası müharibədədir, buradadır. Ataları haqqında ilkin məlumat əldə etmək olur hər ikisində. Deməli, B variantı doğrudur. Hadisənin müharibə dövründə baş verməsi yalnız giriş hissə əsasını müəyyən etmək olar. Xeyr, bu yanlışdır. Çünki əsas hissədə də deyir ki, giriş hissədə dedi, müharibə haqqında məlumat verdim. Deyir, onun da atası müharibədəydi, mənim də atam müharibədəydi. Burada deyir ki, müharibənin gözü kör olsun deyir, nə deyir? Belə bir ifadə işlədir burada. Müharibənin üzü qara olsun deyir. Yox, gözü kör, üzü qara olsun, bizə bitib qurtarsa. Deməli, burada əsas hissədə də müharibə haqqında məlumat verir. Deməli, nəticə hissədə əsasən bəzi hadisənin insanın zehninə həkk olunduğu qənaətinə gəlmək olar. Nəticə hissəsində deməli, hadisənin müharibə dövründə baş verir, yalnız giriş hissədə. Bu yanlış oldu deməli. Bu yanlış oldu. Cavabımız elə C variantı. Bizə də yanlış fikir istəyirdi. Nəticə hissədə əsasən bəzi hadisələrin insanın zehnində həkk olunduğu qənaətinə gəlmək olar. Bəli. Burada deyir ki, nəticə hissədə deyir ki, o vaxt çox əhvalatlar olub, əksəriyyətini unutmuşam. Lakin həmin hadisənin köhnə pencək üçün axıdılan göz yaşlarını unuda bilməmişəm. Bəli, bu doğru fikirdir. Deməli, bu D variantı doğrudur. E variantı,
Həmzənin anasının baş verən hadisəyə münasibəti əsas hissədə öz əksini tapmışdır. Bəli, əsas hissədə Həmzənin anası baş verən hadisəyə münasibəti orada öz əksini tapır, orada ona iradəni bildirir. Sonra yəni ağlayır da bu mənada. Donub qalır. Mətndə çərçivə daxilinə verilmiş ifadənin şərhi ilə bağlı doğru fikri müəyyən edin. Görək, çərçivə daxilindəki sözümüz hansı? Karına gəlir. Burada karına gəlirdi. Çərçivə daxilində verilmiş söz. Karına gəlmək işinə yaramaq mənasındadır. Deməli, məcazi mənadadır. Bəli, məcazi mənadadır. İşinə yaramaq mənasındadır. Bu da bəli. Elə cavabımız A variantı. Burada bəs o birilərə nə deyir? Məcazi mənadadır. Qayğısını çəkmək, xeyr, qayğısını çəkmək. Həqiqi mənada olanları avtomatik çıxırıq. Məcazi mənadadır. Qeydinə qalmaq. Qeydinə qalmaq deyil, işinə yaramaqdır. Cavabımız A variantı. Yəni karına gəlir, necə karına gəlir? Bu həqiqi mənada ola bilməz axı. Bu məcazi mənadadır. Karına gəlmək. Ona görə elə həqiqi mənalar avtomatik çıxmalıyıq. Sonra 42-ci sual. Hansı fikirlər mətnə aid plan bəndi hesab edilə bilməz? Gözlənilməz hədiyyə. Bu hesab edilə bilər. Çünki analardan biri Həmzəyə, Əzizə. Həmzənin anası Əzizə hədiyyə verir, pencək hədiyyə eləyir. Sonra Güllü xalanın yalvarışı. Güllü xalanın yalvarışı belə bir Güllü xala yalvar verəmir orada. Yəni belə bir plan bəndi verə bilər. Qısa müddətli sevinç, bəli. Əziz qısa müddətli sevinir. Unudulmayan hadisə, bəli, Həmzənin uşaqlıqda baş verən hadisə hələ də yadındadır və onu xatirə kimi danışır. Biz onu danışığı ilə tanış olduq. Sonra səxavətli olmağın mükafatı, belə bir fikir də yox idi. Səxavətli filan olmadı. Yəni əslində ana səxavətli oldu, amma elə bir mükafatını görmədik biz onu kimsə tərəfindən. Bu baxımdan səhv fikirə istəyirsə bizdən 2, 5 cavabımız oldu D variantı. Bunu da təbrik edirəm, Cahid düz yazıbdır. Sonra 43-cü sual. Mətnə əsasən Əziz və Həmzə üçün ortaq cəhətləri müəyyən edin. Anası tərəfindən məzəmmətlənmək. Yox, hər ikisi məzəmmətlənmir. Yəni Həmzə məzəmmətlənə bilər, amma Əzizdə elə bir görmədik məzəmmətli. Yaxınının müharibədə olması, bəli, hər ikisinin atası müharibədədir, ortaq fikirdir, kimi götürürük. Etdiyi hərəkətdən peşman olmaq, ortaq fikir kimi götürə bilmək. Bəlkə də Həmzə peşman olubdur, amma həm Əzizin elə bir peşmançılığını biz görmürük. Sonra həmyaşıd olmaq, bəli, hər ikisi həmyaşıd idi. 4-ə götürürük. Yəni həmyaşıd olmağı necə bilə bilərik? Ən azından paltarları bir paltar digər olurdu. Eyni məktəbə gedib gəlirdilər, yəqin ki, eyni sinifdə oxuyurlar. Belə bir təəssürat yaranır. Başqasının göz yaşlarına səbəb olmaq, bunu Həmzəyə aid edə bilərik. Amma Əzizə aid edə bilmərik. Bu da ortaq fikir deyil. Bizdən ortaq fikir istədiyi üçün 2, 4 cavabımız elə E variantı. Bunu da Cahid təbrik edirəm, bunu da düz yazıbdır. Sonra 44-cü sual. Mətnə əsasən cədvəldəki uyğun fikirləri ortaq yan yapmağa davam etdi. Deməli, mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Doğrudur, bir də yanlışdır. Əziz və Həmzə müharibənin gətirdiyi məhrumiyyətlərlə üzləşirdilər. Deməli, uyğun fikirlər istəyir bizdən. Bəli, Əziz də, Həmzə də. Hər ikisinin atası müharibədə idi və hər ikisi kasıblıq yaşayırdılar. Bu doğru fikirdir. Doğru. Bayaqların dediyim qayda bunlara da aiddir. Əvvəlcə biz doğrular, yanlışlar qeyd edirik, sonra doğrudan doğrular, yanlışlar, yanlışlar götürürük. Uyğun istəyirsə, uyğunsuzluqsa əksinə edirik. Həmzə anasının etirazına baxmayaraq pencəyi Əzizdən geri almaq üçün onların evlərinə gedir. Anasının etirazına baxmayaraq biz elə bir etiraz görmürük. Anasından gizlənərək gedir. Anası heç bilmir o pencəyi almaq üçün gedir. Və elə məncə evlərinə çatmağını gözləmir. Yoldaca elə ondan pencəyi alır. Bu yanlış fikirdir. Yanlış. Sonra yanlışa baxaq. Həmzə onun üçün alınmış pencəyin Əzizə bağışlanması ilə barışa bilmir. Bəli, bu doğru fikirdir.
Doğru fikirdir bu. Deməli, nə deyir? Həmzə onun üçün alınmış. Yox. Bu yanlış fikirdir, üzr istəyirəm. Burada Həmzə üçün alınmış deyil. Bax, Həmzə üçün alınmış. Həmzə üçün alınmamışdı o pencək. O pencək Həmzənin atasının idi. Və Həmzənin anası o pencəyi, yamağını düzəldir, ayağını kəsir, orasını burasını düzəldir və Əzizə uyğunlaşdırır. Yəni Həmzə üçün alınmayıbdı o. Bu yanlış fikirdir deməli, yanlış. Əzizgilin güzəranlarının Həmzəgilə müqayisədə daha ağır olduğunu təxmin etmək olar. Bəli, doğru fikirdir. Çünki ən azından Həmzənin geyməyi bir paltarı, ayaqqabısı olsa da, Əzizdə demək olar ki, onların əksəriyyəti yox idi. Var isə lap bərbad vəziyyətdə idi. Bu doğru fikir. Deməli, biz doğrudan doğrular götürürük, doğrudan biri götürürük. Yanlışdan da yanlışı 3'ü götürürük. 1-3. Cavabımız E variantı. Uyğunluğu istəyirsə bizdən. Baxın, burada uyğun fikir. Buna diqqətli olun. İndi gələcəkdə imtahan verən abituriyentlər, şagirdlər. Bu fikirlər, əgər sizdən uyğunsuz fikir istəyirsə, siz əksini götürəsiniz. Doğrudan yanlışı götürəsiniz. Doğrudan yanlışı, yəni 2-ni götürəsiniz. Yanlışdan doğrunu götürəsiniz. Uyğunsuz fikrini 4 götürəsiniz. 2-4. O zaman 2-4 olur. Amma bizdən uyğun fikirlər istədiyi üçün hazırki vəziyyətdə 1-3'ü götürürük. Sonra 45-ci sual. 45-ci sualda mətn əsl cədvəli tamamlayın. Belə bir cədvəl bizə təqdim olunur. Yəqin o cədvəl cavab kartındadır. Onu da mən görmədiyim üçün bilə bilmirəm. Burada canlıda olanlardan deyə bilərsinizmi ki, o cədvəl hansı formadaydı? Səbəb nəticə idi. Aha. Hə, səbəb nəticə. Səbəbdə nə deyirdi? Nəticədə nə deyirdi? Səbəbdə nə idi? Nəticədə nə idi? Səbəb deyildi. Biriniz deyil səbəbdir, biriniz deyil səbəb deyildi. Nə deyir? Səbəbdə nə? Səbəbdə anasının niyə elə dediyi idi? Yaxşı. Keçək yaxşı 46-cı suala. Müharibənin yükü böyüklərin çiynində, ağrısı uşaqların qəlbindədir. Deyimini mətnlə əlaqədən fikirlərinizi yazın. Deməli, burada Həmzənin anası oğlunu atasının pencəyini düzəldib verir. Oğlanlarına həm Həmzənin anası, həm Əzizin anası öz övladlarına baxmağa çalışırlar. Onları əllərindən gələnləri eləyirlər. Min bir əziyyətlə onları dolandırmağa çalışırlar. Və s. bu kimi. Hə, bu deyilsizdə cədvəl yoxdur. Bu cavab kartındadır. Cavab kartındadır cədvəl. Bu kimi fikirlərlə Həmzənin aid xüsusiyyətləri qeyd edərək, sonra Həmzənin yaşadığı çətinlikləri, Əzizin yaşadığı çətinlikləri yazaraq mətni tamamlaya bilərsiniz. Keçdik növbəti mətnə, arxitektura mətni. Bunu da mətnlə tanış olun. Mətnlə tanış olundan sonra cavablara baxaq. Yəqin ki, əksəriyyətiniz artıq oxuyursunuz mətni. 47-ci suala baxaq. 47-ci sualda nə deyir? Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Cədvəldəki uyğun fikirlər. Deməli, mətndə bu haqda məlumat var. Hər dövrün memarlıq üslubu özünə məxsus və rəngarəngliklə seçilir. Bu doğrudur. Müxtəlif dövrlərin memarlıq üslublarından danışır. O üslublar istər qədim dövr olsun, eradan əvvəl olsun, istər orta dövrdə olsun, hərəsində müxtəlif cürdür, rəngarəngidir. Kilsə tikintisi Avropada müasir dövrümüzdə də davam edir. Buna aid fikir yoxdur. Mətndə bu haqda müasir dövrdə kilsə tikintisindən danışılmır. 3 əsrə yaxın bir müddətdə gotik tərzi Avropa arxitekturasında aparıcı rol oynayıb. Bu düzdür. Baxın, burada 3 əsrə yaxın. Baxın, 12-ci əsrin ortalarından 15-ci əsrin əvvəllərinə kimi Avropa arxitekturasında gotik stil üstünlük təşkil edir. Bu da düzdür. 3 də düzdür. Deməli, cavabımız nə ilə gedir? 1-3 ilə gedir. Mətndə bu haqda məlumat yoxdur. Ənənəvi binalardan fərqli olaraq müasir tikililərdə daha çox şüşə materialdan istifadə olunur. Belə bir fikir yox idi. Mətndə şüşə materialdan istifadə haqqında heç bir fikir yox idi. Avropa arxitekturasının əsasının qoyulması eramızdan əvvələ təsadüf edir. Bəli, eramızdan əvvəl təsadüf edir. Burada baxaq. Eradan əvvəl təqribən 5000 əvvəl Mesopotamiyada Avropada edilir. Avropa arxitekturası bizim eradan əvvəl 7-ci əsrdə qədim binası yaranmışdır. Bəli.
Bu deyir ki, Avropa arxitekturası əsasının qoyulması eramızdan əvvəl təsadüf edir. Bəli, bu doğrudur. Deməli, mətndə haqqında məlumatlar var. 1, 3. Mətndə bu haqda məlumat yoxdur. Ənənəvi binalarda burada 4. Bu məlumat yoxdur. Cavabımız oldu A variantı. Bunu Cahid çox təəssüflər olsun ki, səhv yazıbdır. Sonra keçdik 48-ci suala. 48-ci sual maraqlı suallardan biridir. Deməli, mətn üzərində rəqəm yazmış ifadələr əsasında müəyyən edin. Bu sözlər əvəz edilə bilər. Üzərində rəqəm yazmış sözlər. Öz təyinatını biz quruluşuna əvəz edə bilmərik. Əvəz edə bilər deyil, biz bunu əvəz edə bilmərik. Bir səhvdir. Sonra cansız nədir? 2. Hanı üzərində rəqəmə zərif. Daşdan düzəlmiş zərif sütunlardan burada da yazıq cansız. Bunu əvəz edə bilmərik. Üslub 3-ə yazıbdır. 3 hanım. 3-ü burada işarələmişdir. Stil. Gotik stil üstünlük təşkil. Gotik üslub. Bəli. Üslub ola bilər. Bu əvəz oluna bilər. Deməli, buradan ancaq 3-ü götürürük. 1 ilə 2 ilə olan variantları çıxaq. 1, 2. 2 getdi, 1 getdi. Cavabımız çıxır. Cavabımız elə E çıxır. Səciyyəvi elə 1 ilə 2-ni çıxardanda cavabımız çıxır. Çox belə əziyyət çəkmək lazımdır. Burada Cahid heç o formata getməyibdir. Səciyyəvi bu sözlə əvəz edilə bilməz. 4 idi, səhv eləmirəmsə 4 səciyyəvi. Xarakterik idi, səciyyəvidir, əvəz edilə bilər. Deyir ki, əvəz edilə bilməz, əvəz edilə bilər. Bu getdi. Dəyərlər 5. 5 tane dəyərlər. İstiqamətlər, deməli yeni istiqamətlər meydana çıxdı, yeni dəyərlər meydana çıxdı, əvəz edə bilməz. Deməli 5-i götürürük. Ucbatından deyir ki, burada sayəsində deyir arxitektorlar işləri sayəsində tanındılar, ucbatından tanındılar, bu da əvəz oluna bilməz. Deməli, cavabımız oldu nə? 3, 5, 6 cavabımız E variantı. Sonra 49-cu sual. Mətndə tünd hərflərlə verilmiş söz hansı cümlədə kontekstdəki mənasını işlənmişdir? Mətndə tünd hərflərlə verilmiş sözümüz, baxaq görə hansıdır? Qurmağa. Deməli, böyük, möhkəm binalar qurmağa. Mətndə tünd hərflərlə verilmiş söz, qurmağa. Söz hansı cümlədən kontekstdə mənasını işlənmişdir? Döyüşçülər düşmən hücumunun qarşısını almaq üçün sədd qurdular. Bəli, elə bu. Cavabımız A variantı. Saat qurduqdan sonra bu həmin mənada verilməyibdir. Əskər gələcəyi düşünür, xəyallarında planlar qurur məcazi mənadadır, həmin mənada deyil. Sülh danışıqlar aparmaq, qarşı tərəflə dialoq qurmaq həmin mənada deyil. Koroğlunun dəlilləri ilə Çənlibelə qayıt və yeni məclis qurdu həmin mənada deyil. Cavabımız oldu 49-da A variantı. Sonra 50 mətndə əvvəlində işarə qoyulmuş sözlərin məcazi və ya həqiqi mənada olduğunu və həmin sözlərin mətndəkindən fərqli mənada işləndiyi cümlələri müəyyən edin. Deməli, qarşısına kvadrat, daha doğrusu romb. Romb haradadır? Samandan və ya gildən düzəldilərək yağışdan, deməli, tikillər samandan gildən düzəldilirdi. Bu həqiqi mənadadır. Həqiqi mənadadır və mətndəkindən fərqli mənadadır. Mətndəkindən fərqli mənada, yəni məcazi mənada olmalıdır. Onlar özlərinə sınacaq düzəldir, bu da həqiqi mənadadır. Ona görə bu getdi, bu səhvdir. Sonra həqiqi mənada üçbucaq. Üçbucaq hanı? Binalar tikməyə başladı. Binalar həqiqi mənadadır. Bəli, bu həqiqi mənada düz qeyd edilibdir. Onların arasındakı dostluq binası əsas, bəli, burada da məcazi mənadadır, bunu da düz qeyd edilib. Deməli 2-ni götürürük. Sonra kvadrat. Kvadratda nə deyil? Kvadrat hanı? Tağlar çox böyük. Dağlar çox böyük, çəkiyə davam gətirir. Çəki burada həqiqi mənada, amma burada məcazi məna veribdir. 3-ü dərhal çıxırıq. Sonra dairə, körpülər burada həqiqi mənada, saraylar, körpülər, nəhəng idman meydanları olmaqla çox böyük tikilər. Həqiqi mənadadır. Deməli, burada həqiqi mənada veribdir. İndiki və gələcək nəsil arasında mənəvi körpü artıq məcazi mənadadır. Deməli, fərqli mənada işlənibdir. Deməli, cavabımız oldu 2, 4, B variantı. Bunu da Əhsən Cahidə ki, bunda düz yazıbdır, B variantı. Sonra 51-ci sual. Əvvəlində hansı Roma rəqəmi yazmış cümlə özündən əvvəlki abzasın davamı olmalıdır? Deməli,
Abzas verilibdir. Bu nədir? Abzas bitmiş fikirdir. Abzas verilibdir. Bundan sonra abzas verilibdir. Həmin abzas əslində abzasda verilməməlidir. Yəni bu cümlənin davamı, bu abzasın davamı kimi başqa bir cümlə kimi verilməlidir. Burada bu fikirdir. Deməli 51-ci sual deyirəm mən. Burada boşluq var idi, burada yazdım. Silin bunu. Bu da 2-ni yazdı. Bu 2 məncə burada səhv idi. Burada cavabı 4-dür. Niyə? Çünki bax bu 4 bu yeni abzasdan verilməməlidir. Elə bu abzasın dalı kimi verilməlidir, ardı kimi verilməlidir. 12-ci əsrin ortalarından başlayaraq 15-ci əsrin əvvəllərinə kimi Avropa arxitekturasında gotik stil üstün təşkil etdi. Bir çox gözəl binalar bu stildə tikilmişdi. Amma hansı stildə? Bu deməli, bax bu fikir bitməyib ki, bax buradakı 3-cü abzasdakı fikir bitməyib ki, bitsəydi, yaxşı, bitsəydi, bəs bu nədir? Bu bitməyib. Niyə? Çünki ardı buradadır. Bu yeni bir fikir deyil axı. Bu 4-cü sırada verilən fikir yeni fikir deyil. O, bunun ardıdır. 3-cü abzasın ardıdır. Bu yeni fikir. Yəni abzasda yeni fikirlər olmalıdır da. Yeni fikirlər olmalıdır. Burada yeni fikirdir. Deyə baxın, bir çox gözəl binalar bu stildə tikilmişdir. Hansı stildə? Bu necə harda bu stil hardandır? Birdən-birə hardan peyda oldu? Deməli burada bundan əvvəlki abzasda ondan danışırdı. Bu da onun ardıdır. Əslində bu, yəni bu 4-cü abzas şəklində yox, bunun ardı kimi verilməlidir. Ona görə cavabımız oldu 51-də D variantı. Sonra 52-ci sual. Mətndə nöqtələrin yerinə uyğun olan ifadəni müəyyən edin. Nöqtələrin yerinə hansı uyğun ifadələr var? Aha, möhkəm binalar qurmağa nə etdilər? Qurmağa imkan verirdi. Nə? Deyən görə burada imkan verdi, o yazıbdı, Cahid yazıbdı. Deməli, aha, tağlar çox böyük. Çəkiyə davam gətirir. Arxitektorlara böyük, möhkəm binalar qurmağa imkan verdi. Bəli, tağlar çox böyük gücə, çox böyük çəkiyə davam gətirdiyi üçün biz burada da imkan verdiyini götürə bilərik. Söz verirdi, nəzər yetirdi, göstəriş verirdi, ehtiyat edirdi, yox. Olmaz. Cavabımız oldu C variantı. Sonra 53-cü sual. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Yunan arxitekturasına aid heç bir nümunə müasir dövrdə mövcudluğunu qoruyub saxlaya bilməmişdir. Bu doğrudur. Bu yanlış fikirdir. Yunan arxitekturasına aid hazırki vəziyyətdə də, hazırki dövrümüzdə də var. Nümunələr var. Mətndə də buna aid fikirlər qeyd olunmuşdur. Bu yanlış fikirdir. Kilsə, qala, qəsrlər, Orta Asiya Avropa memarının tərkib hissəsidir. Bu doğru fikirdir. Bax, buna aid nümunəni biz burada görürük. Bax, deyir ki, haradaydı o? Aha, deyir ki, Avropa arxitekturaları binaların daşdan tikilməsi yeni üsulları icad etdilər. Onlar kilsələr, qalalar, qəsrlər tikirdilər. Aha, deməli, kilsə, qala, qəsrlər, Orta Asiya Avropa memarının tərkib hissəsi bu düzdür. Deməli, doğrudan doğrunu götürürük, ikini götürürük, bizdən çünki uyğunluğu istəyir. Yanlış, Romalılar Yunan memarlıq stilini istifadə etmədən öz tikini texnikasını yaratdılar. Bu yanlış fikirdir. Onlardan istifadə edərək, bu yanlış fikirdir. Niyə? Bax, burada göstərim sizə. Romalılar Yunan arxitektura stilini təkrar etməklə yanaşı, gördünüz? Burada da deyir ki, etmədən. Bu deməli yanlış fikirdir. Yanlışda yanlışı götürdük. 2, 3. Cahid bunda səhv yazdı. D ilə gedir. Cavabı onun 2, 3 ilə getməlidir. Cavabı çox kimi E variantı deyilə. Qədim tikililər insanların təbiət hadisəni qorumağa xidmət edir. Bu da doğru fikirdir. Birinci abzasdan mı, yoxsa ikinci abzasdan bu haqda danışırdı. Deyir, qədim tikililər sadədir. Samandan, cildən düzəldir. Yağışdan, küləkdən, günəşdən qorunmaq üçün nəzərdə tutulmuşdur. Deməli, bu doğru fikirdir. Doğru fikirdir. Xidmət edib, bu doğru fikirdir. Biz də yanlışın altdan bunu götürə bilməliyik. Gotik tərzi həm orta əsrlər memarlığı, həm də piramidalar üçün xarakterik olan ifadəni orada verməyibdir. Piramidalar yox idi gotik tərzi. Mətndə gotik tərzi haradaydı? Görüm tapa bilərəmmi? Gotik üslubu. Gotik üslubu haradaydı? Gotik üslubu buralarda bir yerdə olmalıydı. Bu buralarda hardadırsa indi onu tam
axtarıb vaxt aparmaq istəmirəm. Amma bu yəni piramidalar üçün xarakterik deyildi o. Sırf piramidalar üçün xarakterik deyildi. Buna görə bu da yanlış fikirdir. 5 də yanlış fikirdir. Deməli, bizə doğrudan doğruları 2-ni götürürük, yanlışdan 3 və 5-i götürürük. Cavabımız oldu E variantı 53-də. Sonra 54-cü sual. 54-cü sual. Mətnin genişləndirilə bilən cümlələrə əsasən uyğunluğu müəyyən edin. Giriş. Biraz yaxınlaşdırım. Girişə nə yaza bilər? İnsanların istirahət və fəaliyyəti üçün tələb olunan məkan mühitini əmələ gətirən bina və qurğular memarlığın əsasını təşkil edir. Bəli, bu girişdə bu fikirlə, daha doğrusu, yəni bundan girişi artıra bilər. Deyək ki, genişləndirilə bilən cümlələr əsasında. Bununla genişləndirə bilərik. Fransada əsası qoyulan möhtəşəm və vahiməli görünüşü fərqlənən bu stildə Almaniya, Çexiya, Avstriya və İngiltərədə kilsələr tikilməyə başladılar. Deməli, bunu da biz aid edə bilərik əsas hissəyə. Çünki orada buna uyğun fikirlər var idi və bunu da əsas hissəyə artırdıq. B-ni də artırdıq əsas hissəyə. Sonra təkrarsız estetik zövqə malik olan belə məşhur arxitektorlar sifarişçilərin tələbini həmişə əsas götürərək bu gündə işlərini yüksək səviyyədə yerinə yetirirlər. Bu gündə deyilsə, deməli bu nəticəyə aiddir. Nəticə aid edə bilərik. Aid edə bilərik biz oradakı fikirlər əsasən. Sonra həmçinin inşaat incəsənətidir. Gözəllik qanunu əsasında formalaşan yaradıcılıq növüdür. Deməli bunu da biz aid edirik girişə, çünki girişdə bundan danışırdı, arxitekturanın nə olduğundan danışırdı. Sonra 16-cı əsrdə əsrin sonlarına qədər davam edən bu dövrdə mürəkkəb və asimetrik cizgilər dəyişdirildi və nizamlı sütunlar, qövs-şəkilli tağlarla əvəz olundu. Biz bunu da əsas hissəyə aid edirik, çünki əsas hissədə sırf o üslublardan danışırdı. Deməli, nə oldu? 1-ə A, D, 2-yə B, E, 3-ə də C. 1-ə A, D, 2-yə B, 3-ə də C. Əla, haladır sakit elmə bu, Cahid. Bu da düz yazıqdır. Sonra, digərlərinə də aid cədvəl tələb edir. Fikir mətnindəki 2 faktla əsaslanan arxitekturada istifadə olunan vasitələr sadədən mürəkkəbə doğru təkmilləşmişdir. Deməli, əvvəllər daha sadə idi. İndi bunun mətninə aid istənilən fikir götürərək yaza bilərsiniz. İndi kimin xüsusi olaraq sualı varsa, mən burada bunu dayandırım, bu video qeydiyyatı.